Mikrofon önündə verilişin müəllifi musiqişünas Səadət Təhmiraz qızıdır. Salam sevgili dinləyicilər, Muğam Dünyamız proqramında xoş gördük sizləri. Yenə də həmişə olduğu kimi öz ənənənə sadiq qalaraq verilişlərimizi diqqətlə izləyən və hər verilişdən sonra bizimlə öz arzu və təkliflərini bölüşən əziz Muğam sevərlərimizə öz dərin təşəkkürümü bildirirəm. İstəyən dinləyicilər, sizi əmin edirəm ki, bugünkü verilişimiz də ürəyinizcə olacaq. Bildiyiniz kimi, milli və mənəvi sərvətlərimizin əsas qayəsini məhz şifahi ənənəvi profesional musiqi janrı olan muğamlarımız təşkil edir. Muğamlar şifahi ənənəli profesional musiqi janrı olduğundan onların ifası da məhz peşəkarlıq tələb edir. Odur ki, muğam ifaçısı muğamı ifa edərkən onun tarixini və bu tarixi yolda muğamlarımızın hansı təbəttülatlara məruz qalmasını dərindən bilməlidir. Bununla yanaşı, muğamların ifadə etdiyi bədii, estetik təsir gücünün mahiyyətini də hər bir muğam ifaçısı düzgün şəkildə dərk etməlidir. Daha sonra muğamlarda söz və musiqi cümlələrinin, yəni hər bir muğam avazının, muğam frazasının bir-biri ilə bağlılığı məsələsi də muğam ifaçısı üçün çox vacib olan amillərdən biridir. Mən bunları ona görə ifadə edirəm, ona görə deyirəm ki, bu cəhətlər məhz bugün Azərbaycan muğam ifaçılığında ustad sayılan sənətkarlarımızın simasında, ifaçılığında öz əksini tapdığından onlar əsl ustad səviyyəsinə qədər yüksəliblər. Bugün müxtəlif musiqi məbədgahlarında, müxtəlif tədris ocaqlarında muğam sənəti çox geniş şəkildə tədris olunur. Bu ildə mən son illər muğama olan dövlət qayğısından danışaraq, xüsusi olaraq UNESCO-nun xoşməramlı səfiri Heydər Əliyev Fondunun prezidenti, millət vəkili mühtərəm Mehriban xanım Əliyevanın muğamlarımıza göstərdiyi qayğını, diqqəti vurgulamaq istəyirəm və bu qayğının, diqqətin sayəsində məhz Azərbaycan muğamları özünün yeni dirçəliş dövrünü yaşayır. Və bu yaşantıda yenə qeyd edirəm ki, ustad sənətkarlarımızın da mühüm xidmətləri var. Bu mənada Respublikanın xalq artisti, Şöhrət Ordeni, prezident təqaüdçüsü profesor Canəli Əkbərovun adını xüsusi vurgulamaq istəyərdim. Mədəniyyət və İncəsənət Universitetinin Muğam Sənəti Kafedrasının müdiri profesor Canəli Əkbərov doğrudan da muğamlarımızın həm nəzəri, həm də praktiki cəhətdən gözəl bilicilərindən biridir. Dəfələrlə Mədəniyyət və İncəsənət Universitetinin təbliğ teatrında biz Canəli müəllimin muğamlarla bağlı keçirdiyi tədbirlərin şahidi olmuşuq. İstəyən dinləyicilər, onu da qeyd etmək istəyirəm ki, Canəli müəllimin də və digər sənətkarlarımızın da muğam sahəsində etdiyi xidmətlər bugün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaranan muğamlarımız dünən, bugün və sabah silsiləsindən olan tədbirlərin davamıdır. Və həmin tədbirin davamı olaraq elə ötən ay Bakı Dövlət Universitetində hörmətli sənətkarımız Canəli Əkbərovla bir görüş də keçirilmişdir. Bu cür görüşlərsə yalnız muğam sənətinin biliciləri üçün deyil, yəni yalnız muğam ifaçıları üçün deyil, eləcə də digər sənət sahəsində çalışan, elmi biliklərə yiyələnən gənclərimizin də muğam sənətini öyrənməsində, sevməsində mühüm addımlardır. Və beləliklə, istəyili dinləyicilər, mən bugünkü verilişimizin qayəsini sizə açıqlamaq istəyirəm. Bəli, bugün biz yenə Mədəniyyət və İncəsənət Universitetinin tədbirindən hazırlanan sujetləri sizə təqdim edəcəyik. Və bu sujetlər də nədən ibarətdir? Bu yaxınlarda Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin və hörmətli sənətkarımız Canəli Əkbərovun təşəbbüsü ilə muğamlarımız bugün və sabah silsiləsindən daha bir tədbir keçirildi. Bu tədbirdə Mahur Hindi muğamının nəzəri və praktiki cəhətdən təhlili dinləyicilərə, yəni tədbirin iştirakçılarına təqdim olundu. Belə ki, hörmətli sənətkarımız Canəli Əkbərov Mahur Hindi muğamını nəzəri şəkildə, yəni muğamın şöbə və güşələrinin ifadə etdiyi bədii vasitələrdən çox dürüst olaraq danışdı və sonra isə həmin muğamı praktiki olaraq ifa etdi. İndi isə istəkli dinləyicilər, gəlin sözü ilə Canəli müəllimə verək və onun həm söhbətini, həm də ifasını dinləyək. Konkret olaraq bugünkü söhbətimiz şifahi profesional musiqimizin əsaslarından biri olan məhz Mahur Hindi muğamı haqqındadır. Profesional musiqimizdə mahurun iki növü mövcuddur ki,
Onların biri də mahur-hindi və orta mahurdur. Mahur-hindi və orta mahur ətrafında söhbət açacağımız bugün nə varsa onları sizin qəlbinizin hökmü ilə bölüşəcəyik. Mahur sözünün farsça mənası uçurum deməkdir. Hindililərdəki Mahuriyyə qəbiləsinin adı ilə bağlı olan bu muğam hələ 13-cü əsrdə Səfiyyəddin Ürməvinin, 15-ci əsrdə isə Əbdülrəhman Caminin traktında öz əksini tapmışdır. Sonralar isə Mir Möhsün Nəvvabın tərtib etdiyi risalədə mahur dəstgahının şöbə və güşələrinin ümumi təsviri verilmişdir. Belə ki, 14 şöbə və güşə sayıram. Mahur, şur, əşiran, dilkəş, dügah, zəngişötör, hicaz, mavərənnər, şahnaz, haciyuni, sarənc, şüştər, məsləvi, suzi güdaz, 14. Sonralar isə Tarzən Mirzə Fərəc, ilk qadın bəstəkarımız Ağabacı Rızayevanın babası. Təəccüb doğuran Mahur-hindi dəstgahın şöbə və güşələrinin 13 olaraq, yəni Bərdəş, Mahur, Üşşaq, Hicri, İqbal, Vilayəti, Müvərriqə, Əşiran, Raki-hindi, Şikəstəyi Fars, Əraq, Heyrəti Kabili, Mahur-hindi. Bu cədvəllər, bu risalədə bu sıxım üzrə belə işləmişdir. 1925-ci ildə isə Türk Musiqi Texnikumunun Üzər Hacıbəyevin rəhbərliyi, Türk Musiqi Texnikumu Üzər Hacıbəyevin rəhbərliyi ilə Şərq şöbəsi müəllimlərinin iclasında Mahur-hindi dəstgahının 9 şöbə və güşədən ibarət olduğu göstərilir. Bunlar Mahur-hindi, Üşşaq, Müvərriqə, Əşiran, Şikəstəyi Fars, Əraq, Raki-hindi, Heyrəti Kabil, Mahur-hindi. Mahur-hindi dəstgahı yenidən işlənilərək bugünkü tədrislə uzlaşdırılmışdır. Belə ki, şöbə və güşələr 8-ə indirilmişdir. Bərdəş, Maye-i Mahur, Üşşaq, Hüseyni, Vilayəti, Şikəstəyi Fars, Müvərriqə, Əraq, Qərai. Bəzi müəlliflər rast dəstgahı ilə Mahur-hindi dəstgahının müştərəkliyindən söhbət açanda onlar arasında olan fərqli xüsusiyyətləri qeyd etməmişlər. Əgər rast muğamı kiçik oktavanın sol mayəli tanallığından çalınıb oxunursa, Mahur-hindi isə do mayəli kökdə çalınıb oxunur. Rast ağır, təmkinlə, amiranə, əzəmətli çalınıb oxunursa, Mahur-hindi dəstgahında bu əhval-ruhiyyə dəyişilərək coşğunluq, çılğınlıq, etirazlı bir növ hökümlü ifa ilə əvəz olunur. Burada bir haşiyə çıxıram. 1908-ci ildə Üzər Hacıbəyov, Allah qəni-qəni rəhmət eləsin, bunu Leyli Məcnunda bu muğamdan məhz istifadə etmişdir. Demək olar ki, Mahur-hindi muğamı Leyli Məcnun operasının ilk kodudur. Şəbi İcran xoru Mahur-hindidədir. Məcnun adlı bəndənin Leyli adlı bəndiyə ilk kitabı da məhz Mahur-hindi muğamında göstərilmişdir. Üzər bəyin böyük ustalığındadır ki, bu muğamı bütünlüklə bu şöbələrdən böyük ustalıqla tək vilayəti çıxmaq şərti ilə bu muğamdan belə istifadə etmişdir. Yəni, elə bir qədimi, rəng, dirinci təsnif yoxdur ki, Üzər bəy Mahur-hindi muğamının bədii tərkibindən istifadə eləməsin. Mahur-hindi dəstgahını müşayiət edən tar, do, sol tanallığında, yəni ümumi kökdə kamançanın birinci simi isə mi, ikinci simi lə, üçüncü simi mi, dördüncü simi isə yenə lə kanallığında köklənir. Yuxarıda qeyd etdiyimiz kimi, ənənəvi olaraq bu dəstgahın bədii tərtibatında dəramət, rəng, dirinci, eləcə də şöbələr arasında üzvi əlaqələr yaratmaqdan ötürü təsniflər də oxunur. Bu dəstgahın ifası vaxtı bütün şöbə və güşələrin sonluqları əsas etibarilə Maye-i Mahura həll olunmalıdır.
Beləliklə, Mavrindi dəstgahının dəramindən sonra xanəndə əsas fiqur kimi külli ixtiyar sahibi olaraq muğamın bədii ruhuna və məzmununa uyğun bir təsnif oxuya bilər. Belə ki, əgər həmin muğam zildən bərdاشت olunursa, xanəndə mütləq mənada öz səsini təsnifin sonunda həmin bərdاشtın son notuna ram etməyi bacarmalıdır. Buna əyani misal olaraq, biz bugün Mavrindi dəstgahının dəramindən sonra məhz bu keyfiyyətləri nəzərə alarıq. Mavrindi dəstgahının bərdاشtı bəzmigahdır. Bəzm məclis deməkdir. Məclisdə avazlar. Xanəndə bəzmigahla bərdاشt eləyərək amiranəli ilə səsini bir ustalıqla, böyük bir ustalıqla muğamın istinad şöbəsi, yəni maya tanallığına, maya-i mahura elə ram etməlidir ki, dinləyici sanki heyran qalsın və zil səs götürümündə köklədən, heyrətlənən, ülviləşən dinləyici muğamın maya tanallığında sanki bir istirahat güşəsi tapsın. Xanəndə bunlara nail olmalıdır. Bəzmigahla maya-i mahur arasında heç bir rəng və təsnifə ehtiyac qalmır və tələb olunmur. Mavrindinin istinad şöbəsindən sonra böyük şöbə üşşaqdır. Üşşaq aşiqlərin cəmi, sizin kimi aşiqlərdir. Burada üzr istəyirəm, bir qızın bir oğlana, bir oğlanın bir qıza aşiq olmasından söhbət gelmir. Sənət aşiqləri. Üşşaq şöbəsinin tərkibində Hüseyni adlı bir guşə mövcuddur ki, bu da gözəlliyi tərənnüm edir. Hətta tarixi mənbələrə əsasən deyirlər ki, İmam Hüseyin Kərbala çölündə şəhid oldu. Bu guşə onun gözəlliyini vəsf etmək üçün yaranmışdır. Ustad xanəndələr bu guşədən orta mahura keçid kimi istifadə edirlər. Bu elə bir rus demişən trampolindir, bir körpüdür ki, buradan orta mahura keçmək olar. Elə bu baxımdan bizim qədim xanəndələrimiz deyirlər ki, bir dəstgahı 2 saata, 3 saata oxudular. Belə modulyasiyalar, belə haşiyələrdən istifadə edərək, məsəl üçün, Bayır-Şiraz muğamında bir xavara şöbəsi var. O şöbənin Bayır-Şiraza bir aidiyyəti yoxdur. Məhz Cabbar Qaryağdı oğlu o keçid guşəsini oraya qoyub ki, oradan ötsün qatar muğamına, qatar muğamdan bir ayaq eləsin ki, özünü salsın xaric səyyaha. Çox qəribə fikirlər, qəribə hadisələr baş verir muğam aləmində. Bundan sonra qanuna uyğun olaraq rəng və təsnif elə işlənməlidir ki, vilayəti şöbəsinin gəlişi və ya başlanması hiss olunsun. Daha doğrusu, vilayəti şöbəsinin oxunması üçün zəmin yaransın. Vilayəti oxuyan xanəndə elə bir ustalıqla bu şöbədə mürəkkəb cümlələr, eləcə də xarakterik ifa nümayiş etməlidir ki, vilayəti şöbəsi Şahnaz muğamından ayrılsın. Əks halda eyni ola bilər. Onun da mahiyyəti zəif olar. Ənənəvi olaraq xanəndə naxışlı xallar zəngülələrlə vilayəti şöbəsinin sonluğunu istinad şöbəsinə ya da kadanslaşdırmalıdır, yəni yekunlaşdırmalıdır. Bundan sonra rəng çalınır. O rəngdə ondan sonra gələn şikəstəyi fars şöbəsinin qoxusu gəlsin. Bilinsin ki, indi nə isə yeni bir şöbə oxunacaq. Ən böyük şöbələrdən biri olaraq şikəstəyi fars şöbəsidir ki, bunun da tərkibində mübərriqə və əşiran, sonluğunda əşiran var. Əşiran onun üçün burada qoyulub ki, xanəndənin fiziki imkanları səs baxımından zəifləyərsə, bu körpü rolunu oynaya bilər. Xanəndə əşiranla muğamın zil şöbəsinin oxunmasına ötürü öz imkan zəifliyini hiss edərsə, əşirandan geri qayıda bilər. Düzdür, burada muğam dəstgah halında tamamlanmır, amma bunu belə eləməklə də muğamın ümumi bədii ruhuna xələl gəlməyəcək. Bu şöbədə, xanəndədə böyük ustalıq, böyük
naxışlı səs tələb olunur. Milli naxışlı səslər, melodik səslər bu şöbənin ifası üçün daha xarakterlidir, daha gözəldir. Sonuncu şöbə ərəbdir ki, coşğunluğu, əzəməti, təntənəsi, əsrarəngizliyi ilə diqqəti cəlb edir. Bir-birini təqib edən mərtəbəvari zəngülələr topluq halında bir-birini təqib edən zəngülələr çelində insan bayaq qeyd etdiyim kimi hal-hal, pillə-pillə ucaldıqca ilahiləşir, saflaşır. Bizim bu muğamımız vətənpərvərlikdən, qəhrəmanlıq səlnaməmizdən bizə sanki hekayət söylüyor. Belə muğamlarımızı sizin köməkliyinizlə biz müğənnilər qorumalıyıq. Eşq olsun sizə.
Elə biləm ki, mənə mənzil olur nar-i sərrət. Çəkələr sənsiz əgər özəyiriz vayana məni sülfü. Sağ
gördüm. Özümden geyri üşşagir belaya müftelaya gördüm. Dolandım alemi bir yari hemden görmedim. Her yer cefasını çektiğim yari özüme müddea gördüm. Vefadan el üzüp sehra neverd oldum. Düçar oldum mənə məcnun özüm tek bir neva gördüm. Soruştum halini, gördüm başımda kuş mekar etmiş. Demaden göz yaşım cari, şindekçe fena gördüm. Göyermez aşıkın qəbri eğer 100 yıl bahar olsa, geçen aşıkların qəbrin açılır, matem sera gördüm. Ay, 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 ay. Respublikanın əməliyyat İstəyir Harizən Zakir Məmmədov. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doçenti, gözəl kamançı çalan, mənim qəlbimdə xalq artisti Mir Nazim Əsədullayev. Ne sen benden ne ben senden, cefa senden, eziyet senden, afayat bela benden, vefa benden, eziyet benden, izhar hazan benden. Daha başlayır bu kadri eyleme, ah falan ey dil. Mebada incisi, ah Yusuf Şiir Yusuf'a, benden ay kalbine, ay kalbine, ah üzülle Allah,
yaşadı. Zəhcə vuran eşiğinə, beş taşları söydü. Zəhcə vuran eşiğinə, beş taşları söydü. Bəli, sevgili dinləyicilər, öz qüdrətli və məlahətli səsi ilə həmişə muğamlarımızın əbədi yaşarlığı yolunda müstəsna xidmətləri olan hörmətli sənətkarımız Ustad xanəndə Canəli Əkbərov həmişə olduğu kimi bugün də bizlərə beləcə gözəl bir ifa təqdim etdi. Bir də nəzərinizə çatdırıram ki, mikrofonlarımız Mədəniyyət və İncəsənət Universitetinin Təbliğ Teatrında qurulmuşdu və biz hörmətli sənətkarımız Respublikanın xalq artisti Profesor Canəli Əkbərovun təfsirində Mahur Hindi muğamının nəzəri və praktiki ifasını eşitdik. Onu da diqqətinizə yetirmək istəyirəm ki, Canəli müəllimi universitetin müəllimləri Respublikanın əməkdar artisti Tarzən Zakir Məmmədov və kamança çalan Mirnazim Əsədullayev müşahidə edirdilər. Və bu gözəl ifadan sonra söz deyən insanlar çox oldu, hansı ki onlar əsl söz sənət xiridarları idi. Təbii ki, vaxtınız məhdud olduğundan və çox təəssüf ki, istəkli dinləyicilər biz həmin çıxışları sizə təqdim edə bilmirik. Amma mən hörmət əlaməti olaraq həmin simaların adlarını çəkmək istəyirəm ki, yəni Canəli müəllimin o qüdrətli ifasından sonra dərhal birinci səhnəyə çıxan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Profesor Rafiq Sadıqov oldu və o Canəli müəllimin ifasını, o
onun təşəbbüsünü çox yüksək qiymətləndirdi. Daha sonra universitetin musiqi sənəti kafedrasının dekanı, ustad sənətkarımız Gözəl Tarzən Vamik Məmmədəliyev, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi professor Ramiz Zöhrabov, professor Məhərrəm Qasımov, Milli Mədəniyyətimizin Təbliği Mərkəzinin sədri Arif Mədətov, Sumqayıt Şəhər Musiqi Texnikumunun direktoru və eyni zamanda da Milli Konservatoriyanın müəllimi Hacı Rasim, Respublikanın xalq artisti Azər Zeynalov və daha neçə söz sənət adamları öz qiymətli fikirlərini bildirdilər, öz təəssüratlarını bölüşdülər və muğamlarımızın dünəni, bugünü, sabahı silsiləsindən olan bu layihəni yüksək qiymətləndirdiklərini bir daha vurğuladılar. Güman edirik ki, əlbəttə bu silsilədən olan verilişlərimiz çox olacaq, bu layihənin davamı genişdir. Beləliklə, istəyili dinləyicilər, Muğam Dünyamız proqramında sizinlə bir görüşümüzdə bax, beləcə başa çatır. Elə gəlin verilişimizi də hörmətli sənətkarımız Canəli Əkbərovun ifası ilə tamamlayaq və bu ifanın, yəni bu qüdrətli səsin sədaları altında mən bir daha Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə rektor, professor Timurçin Əfəndiyevə və hörmətli sənətkarımız Canəli müəllimə özlərine təşəkkürümü bildirirəm ki, onlar muğamlarımızın əbədi yaşarlığı üçün bax, beləcə mühüm addımlar atıb xidmətlər göstərirlər. İstəyili dinləyicilər, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bugün Muğam Dünyamız proqramında həmin tədbirdən hazırlanan sujetləri əməkdaşlarımız, operatorlar Arif Qurbanov və Namiq Cəfərov lentə yazmışlar. Verilişimizi isə efir üçün rejissor Rəfiqə xanım və səs operatoru Fatma xanım işlədilər. Muğam Dünyamız proqramında həmişə olduğu kimi bugün də sizə mən təqdim etdim musiqişünas Səadət Təhmiraz qızı. Sağ olun, sağlıqla qalın.